Salam hörmətli izləyicilər. Söz verdiyimiz kimi biz 3 sınaq Telegram kanalında paylaşdıq 9-cu sinif üçün. İndi də 2 sınağın izahını vermişəm. İndi 3-cü sınağın izahını verirəm. Qeyd edim ki, bu dil qaydaları suallarına aiddir. Hər sınaqda 10 sual var idi. 21-ci sualdır. Həmcins tamamlıq işlənmiş cümlə hansıdır? Həmcins tamamlıqla, ümumiyyətlə həmcins üzvlər nə deməkdir? Eyni bir üzvlə bağlı olub, eyni bir suala cavab verən bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Bütün cümlə üzvlər həmcins ola bilir. İndi bizdən nə soruşulur? Həmcins tamamlıq. Tamamlığın suallarında bilirik kimi, nəyi, haranı, kimə, nəyə, kimdə, nədən və s. Y bəndindən başlasaq, haqqı nahaqqa verməzlər. Burada tamamlıqlar var, amma həmcins tamamlıq yoxdur. Ona görə yeni çıxırıq. Dağlara, dərələrə qışın ilk qarı yağırdı. Haraya? Dağlara, dərələrə. Bu zəflikdir. Həmcins zəflik var burada. Təzə və köhnə kitablar vitrinə qoyulmuşdu. Burada nə var? Həmcins təyin var. Kitab və dəftərlər partanın üstündə idi. Nə? Kitab və dəftərlər. Bu da oldu həmcins mübtada. Əvvəllər burada kitab, dəftər satardılar. Kitabı, dəftəri satardılar. Qeyri-müəyyən təsirli haldadır və tamamlıqdır. Kitab və dəftər həmcins tamamlıqdır. Ona görə cavabımız hansı oldu? A bəndi. Keçək